Almanlar çox tez əsəbləşərlər, amma Danimarkalıları əsəbləşdirmək o qədər də asan deyil. Biz kosmetik olaraq Avropanı çox bəzəmişik. Avropanın yaxşı tərəfləri də var, amma təəssüf olsun ki, bizim kimi emosional insanlar, daha həssas olan insanlar üçün ora bəzən çox darıxdırıcı və çox əzab yeri olur. Ay Serenay, özünü dağın başına qoyma. Bir düş aşağı. Parisdə yaşayan mənəm. Yəni mən səndən ağır bir şey istəmədim. Röya xanımın köməkçisi zəng elədi ki, Məhəmməd bəy, biz filan tarixdə filan yerdə olacağıq. Biz istəyirdik ki, Röya xanım çəkimlərini həyata keçirəsən. Mən straightam, maskulinəm və radikalam. Mənim üçün iki dənə cins var, qadın və kişi cinsi var. Kişi qadından, qadın kişiyə evlənməlidir. Bu qədər bəsit. Burada yaxşı geyinənə başqa cür bir ön yarğı var. Avropada həmin başqa bir ön yarğı gəlir. Biz kişilər həqiqətən də daha cazibəli görünməyə layiqik. Ütüləyirəm şalvarımı, köynəyimi, paltarımı və s. Çünki ondan zövq alıram. Yəni mən onu özüm həyata keçirəndə daha çox zövq alıram. Post Malone üçün özünü ülgüzlə doğrayanlar var. Həqiqətən adam o qədər sadə, adam o qədər rahat. İtalyan mifi. İtalyanlar hamı əla geyinir, bomba geyinir və bir yaraşıqlı, bir klassik özəndə geyinən, yaxşı detallı geyinən insan İtalyan olmalıdır deyə bir şey yoxdur. Bizim eldə belə bir söz var deyə, geyimlə qarşılayarlar, ağlından yola salarlar. Və xoş o insanın halına ki, hər ikisi birlikdə olsun.